Herkese salam. Bayram şirniyyatlarından sonra ürək turşmözə bir şey istəyir. Amma nə? Təbii ki, dovğa. Gəlin birlikdə hazırlayaq. Öncədən yuyub suyunu süzdüyüm göyərtiləri doğrayıram. Mən ispanaq, keşniş və şüyüd istifadə etdim. Siz istəsəniz başqa sevdiyiniz göyərtiləri də əlavə edə bilərsiniz. Sonra qazana 2 litr qatıq, 1 yumurta, 2 yemək qaşığı yumru düyü və 1 yemək qaşığı un əlavə edib topaq qalmayana qədər qarışdırıram. Üzərinə 1 stəkan su əlavə edib yenidən qarışdırıram. Və ocağa yerləşdirirəm. Qaynayana qədər yavaş-yavaş qarışdırmağa davam edirəm. Qaynamağa başlayanda doğradığım ispanağı, şüyüdü və keşnişin yarısını əlavə edib qarışdırıram. Sonra öncədən bişirdiyim lobyanı və duz əlavə edib qarışdırıram. Göyərtilərin rəngi dəyişən kimi qalan keşniş və şüyüdü də əlavə edirəm. Qarışdırıb ocaqdan götürürəm. 5 dəqiqə dincə qoyuram və sonra servis edirəm. Servis zamanı üzərinə nanə qurusu səpirəm. Siz istəsəniz əlavə etməyə bilərsiniz. Və budur, nəticədə çox ləzzətli, kəsilməyən dovğam hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyəndinizsə like edib dostlarınızla paylaşmağı unutmayın. Hələlik.